Qoç. Artan həssaslıq sizə hədəflərinizə çatmaqda mane ola bilər. Buna görə də ilk növbədə emosiyalarınızı idarə etməyə çalışın. Əməkdaşlıq bugün xüsusi əhəmiyyət daşıyacaq, ona görə həmkarlarınızla və tərəfdaşlarınızla dil tapmaq üçün səy göstərməyə dəyər. Yalnız öz maraqlarınızı deyil, başqalarının da maraqlarını nəzərə alsanız, hər şeyi qarşılıqlı fayda əsasında razılaşdıra biləcəksiniz. Axşam romantik münasibətlərin yeni mərhələyə keçməsi üçün uğurlu olacaq. Bir çox qoçlar sevdikləri insanda əvvəllər görmədikləri cəlbedici cəhətləri kəşf edəcəklər. Çox şeyə nail olacaqsınız. Yeni layihələrə başlamaq və cari məsələlərdə dəyişiklik etmək üçün əla gündür. Bəzi qoçlar çoxdan aktuallığını itirmiş və onlara irəliləməyə mane olan şeylərdən qurtula biləcəklər. İntuisiyanız kəskinləşəcək, düzgün qərarlar qəbul etməyə imkan verəcək və sizi səhv etməkdən çəkindirəcək. Ünsiyyət üçün yaxşı vaxtdır. Daha əvvəl tez-tez münaqişə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Şübhələrə və narahatlıqlara vaxt itirməyin mənası yoxdur. Bütün planlaşdırılan işlərin öhdəsindən gələcəksiniz. Etibarlı müttəfiqlər və çoxdankı dostlar köməyinizə gələcək. Ən asan gün deyil. Səhər saatlarında bir çox qoç həddindən artıq təsir edici olacaq, ona görə də düzgün qərarlar vermək həmişəkindən daha çətin olacaq. Ciddi işlərlə məşğul olmağa ehtiyac yoxdur. İdeyalarınızdan bəzilərini həyata keçirmək qeyri-mümkün olacaq. Eyni zamanda intuisiya daha kəskinləşəcək və bu, çətin şəraitdən çıxış yolu tapmağa kömək edəcəkdir. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə mümkün olmur. Başqalarının çatışmazlıqlarını bağışlamaq vacibdir. O zaman yaxşı münasibətlər saxlayacaq və bütün kobud kənarları hamarlayacaqsınız. Günün başlanğıcı ən asan olmayacaq. Yaxınlarınızla münasibətlərdə uzun müddətdir davam edən ziddiyyətlər üzə çıxacaq və onlara məhəl qoymamaq daha yaxşıdır. Qarşıda çoxlu çətin söhbətlər var, bu danışıqlar zamanı sakit və obyektiv qalmaq vacibdir. Nəhayət, kompromis həllər tapmaq və kobud kənarları hamarlamaq mümkün olacaq, lakin bu müəyyən səy tələb edəcəkdir. Tədricən vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Ətrafınızdakılar sizə lazımi anda kömək və dəstək təklif edəcəklər. Bir çox qoç əlverişli perspektivləri görəcək və onlardan uğurla istifadə edəcək. Olduqca uğurlu gündür. Müsbət münasibət və emosional yüksəliş sayəsində dağları sözün əsl mənasında yerindən tərpədə biləcəksiniz. Bir çox qoç bürcü nümayəndəsi cazibədarlığından istifadə edərək sərfəli razılaşmalar əldə edəcək. Başqalarının mümkünsüz hesab etdiyi məsələlərin öhdəsindən gəlmək mümkün olacaq. Bu, reputasiyanızı möhkəmləndirəcək və karyera yüksəlişi şansınızı artıracaq. Vacib mövzuların müzakirəsini qeyri-rəsmi şəraitdə aparmaq daha yaxşı olar. Ümumi dil tapmaq və kompromis əldə etmək asan olacaq. Xırda məsələlərə həddindən artıq önəm verməmək məsləhətdir, xüsusən də yaxınlarla münasibətlərdə. Çox məşğul gündür. Səhər tezdən ciddi işə başlamaq yaxşı fikir deyil. Şərait bir çox qoçları planlarından əl çəkməyə məcbur edəcək. Həmişə yaxşı ümumi dil tapsanız belə, başqa insanlarla danışıqlar aparmaq həmişəkindən daha çətin olacaq. Artan münaqişə uğurlu əməkdaşlığa mane olacaq. Diqqətinizi tək başına öhdəsindən gələ biləcəyiniz işlərə yönəltmək daha yaxşıdır. Çox yük götürməməlisiniz. Başladığınız işi sona çatdırmağa, işləri qaydasına salmağa və lazımsız şeylərdən qurtulmağa çalışın. Yaxınlarınızla söhbət edərkən mübahisəli mövzulardan qaçınmalısınız. Buğa. Sizin xoşniyyətli əhvalınız müxtəlif insanlarla asanlıqla dil tapmağa imkan verəcək. Əvvəllər tez-tez mübahisə etdiyiniz şəxslərlə belə bu dəfə tez bir zamanda anlaşa biləcəksiniz. Danışıqlar üçün, xüsusən də xarici tərəfdaşlarla uğurlu gündür. Qazanc gətirə biləcək imkanlar çox olacaq. Gözlənilməz maliyyə gəlirləri də mümkündür. Ailəli buğalar üçün böyüklərə yardım etmək imkanı yaranacaq. Bu, münasibətləri daha möhkəm və etibarlı edəcək. Axşam planlarınızı dəyişməli olsanız da, bu sizi əsla narahat etməyəcək. Səhər bəzi çətinliklərlə üzləşməli olacaqsınız, amma sonra hər şey öz yoluna düşəcək. Emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Görünən səbəb olmadan narahatlıq hücumları mümkündür.
Köhnə problemlər sizi təqib edə bilər və onları həll etmək üçün biraz vaxt sərf etməli olacaqsınız. Əksər buğalar günə vacib işlərlə başlamamalıdırlar, adi rutin işləri görmək daha yaxşıdır. Günün ortasında yaxşılığa doğru dəyişikliklər göz qabağında olacaq. Rəhbərlik tərəfindən bəyəniləcək maraqlı ideyalar təklif edə biləcəksiniz. Yaxşı fürsətləri qaçırmayın, onlar kifayət qədər az olacaq. Ziddiyyətli gündür. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bir çox buğa təmkinsiz və əsəbi olacaq, bu da yaxınlarınızla münasibətlərə ən yaxşı təsir göstərməyəcəkdir. Ancaq istəsəniz, ciddi münaqişələrdən qaça bilərsiniz. Əgər fikir ayrılığı baş verərsə, mümkün qədər tez barışmaq üçün ilk addımı atmağa çalışın. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Heç vaxtınız olmayan şeyləri etmək üçün yaxşı vaxtdır. Axşam dostluq görüşləri üçün əlverişlidir, xüsusən də ümumi işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz varsa. Gün yaxşı keçəcək, lakin axşam saatlarında çətinliklərlə üzləşməli olacaqsınız. Siz güc və enerji ilə dolu olacaqsınız və bütün lazımi işlərin öhdəsindən gələcəksiniz. Bəzi buğalar qohumlarının problemlərini həll etməyə kömək edəcək və onların dərin minnətdarlığını qazanacaqlar. Münasibətləri gücləndirmək və inkişaf etdirmək üçün əlverişli zamandır, xüsusən də son vaxtlar aranızda tez-tez münaqişələr olubsa. Bir baxışda bir-birinizi başa düşə və keçmiş narazılıqlarınızı aradan qaldıra biləcəksiniz. Günün sonunda özünüzü idarə etmək çətin olacaq. Başqalarının xırda çatışmazlıqlarına yersiz əhəmiyyət verməyin, o zaman mübahisələrdən və fikir ayrılıqlarından qaça biləcəksiniz. Günün əvvəlində uğurlu olsanız da asan keçməyəcək. Tez-tez mübahisə etdiyiniz insanlarla münasibətləri düzəldə biləcəksiniz. Bəzi köhnə rəqiblər tərəfinizə keçə bilər. Bir çox buğa bürcü nümayəndəsi yeni perspektivləri görəcək və onlardan faydalanacaq. Vacib işləri təxirə salmayın, sonradan daha çətin ola bilər. Günün ikinci yarısında yaxınlarınızın problemlərinə kömək etməyə vaxt ayırmalı olacaqsınız. Özünüzü nəzarət altında saxlayın, emosiyaların artması vəziyyətləri düzgün qiymətləndirməyə mane ola bilər. Yaxşı gündür, baxmayaraq ki, çətin ki, bəzi çətinliklərsiz keçsin. Səhər saatlarında bir çox buğalar ən yaxşı tərəflərini göstərər, dəyərli təkliflər verə və ya çoxdan kimsənin həll edə bilməyəcəyi məsələləri həll edə biləcəklər. Kifayət qədər səy göstərsəniz yaxşı nəticələr əldə edə bilərsiniz. Dostluq əlaqələri işdə faydalı olacaq. Ümidsiz görünən vəziyyətlərdə belə şanslı olacaqsınız. Axşama doğru iş fəaliyyətini bir qədər səngitməlisən. Ev işlərinə vaxt ayırmalı olacaqsınız. Ailənin ən yaşlı və ya ən gənc üzvləri ilə ürəkdən söhbət etmək zərər verməzdi. Əkizlər. Bütün ideyalarınız praktik olmasa da onların orijinallığı danılmazdır. Siz impulsiv və tələsik davranmağa meyilli olacaqsınız ki, bu da iş nəticələrinə yaxşı təsir etməyəcək. Gözlənilməz problemlər ortaya çıxa bilər və onları dərhal həll etmək lazım olacaq. Yardım üçün başqalarına müraciət etməkdən çəkinməyin, sizə kömək etməkdən imtina etməyəcəklər. Böyük layihələrə başlamaq üçün gün uyğun deyil, mövcud işlərə diqqət yetirmək daha yaxşıdır. Axşam dostlarla görüş, səmimi söhbətlər və yeni tanışlıqlar üçün münasibdir. Bəzi əkizlər işgüzar münasibətləri romantikaya çevirməyi bacaracaq. Pis gün deyil, baxmayaraq ki, çətinliklərsiz olmayacaq. Bir çox əkizlər kiçik uğursuzluqlarla üzləşəcəklər. Başqaları ilə ümumi dil tapmaq həmişəkindən daha çətin olacaq. Hətta əvvəllər oxşar mövqedə olduğunuz məsələlərdə də fikir ayrılıqları mümkündür. Bununla belə çox narahat olmağa ehtiyac yoxdur, bütün çətinliklərin öhdəsindən gəlmək mümkün olacaq. Günortadan sonra güc və enerji ilə dolu olacaqsınız, ona görə də bütün lazımi işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Ən yaxşı tərəfinizi göstərmək və öz nüfuzunuzu gücləndirmək imkanınız olacaq. Olduqca uğurlu gündür. Baxmayaraq ki, səhər bəzi əkizlər olduqca təsir edici və buludlarda olmağa meyilli olacaqlar, buna görə də bu zaman vacib qərarlar qəbul etməyə dəyməz. Nəticələri hesablamaq həmişə mümkün deyil. Kifayət qədər yaxşı tanımadığınız insanlara etibar etməyə tələsməyin, onlar sizi yoldan çıxarmağa çalışa bilərlər. Yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün vaxt tapmaq sizin üçün çətin olmayacaq. Bu, yorucu olmayacaq və münasibətlərinizə ən yaxşı təsirini göstərəcək.
Qısa səfərlər həm tək başına, həm də dostların əhatəsində uğurlu olacaq. Pis gün deyil. İşinizdə sizə faydalı olacaq bir şey öyrənmək imkanınız olacaq. İmtahanlara hazırlaşmaq üçün yaxşı vaxtdır. Bir çox əkizlər gərəksiz şeylərdən qurtula və son vaxtlar problemdən başqa heç nə gətirməyən münasibətlərə son qoya biləcəklər. İntuisiya qeyri-müəyyən vəziyyətlərdə düzgün qərarlar təklif edəcək. Axşam saatlarında yığılıb qalmış ev işlərinə fikir verməli olacaqsınız. Hər şeyin öhdəsindən uğurla gələcəksiniz və ailə üzvləriniz bəzi öhdəlikləri öz üzərinizə götürməyə hazır olacaqlar. Köhnə dostlarla görüş sizə çoxlu müsbət emosiyalar bəxş edəcək. Günün əvvəlində çətinliklər ola bilər, amma vəziyyət tezliklə yaxşılaşacaq. Səhər mühüm işlərə başlamamaq daha yaxşıdır. Əsəbilik ünsiyyətdə problemlər yarada bilər, buna görə də əkizlərin əksəriyyəti tək başına yerinə yetirilən gündəlik işlərə fokuslanmalıdır. Zamanla şərait müsbətə doğru dəyişəcək. Özünüzü toparlayacaq və mürəkkəb situasiyalara yaradıcı həll yolları tapacaqsınız. Xarici tərəfdaşlarla danışıqlar uğurlu keçə bilər. Nüfuzlu dəstəkçilərin meydana çıxması mümkündür. Uğurlu və məhsuldar gündür. Ruhun şənliyi və təcrübələrə davamlılıq istənilən sürprizin öhdəsindən gəlməyə kömək edəcək. Əkizlərin çoxu istənilən vəziyyətdə nəinki yaxşı əhval-ruhiyyəni qoruyub saxlaya biləcək, həm də öz həvəsləri ilə başqalarına da sirayət edəcək. Əməkdaşlıq xüsusilə uğurlu olacaq. Bütün məqsədlərinizə tez bir zamanda çata biləcəksiniz. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilərlər və bu, həmişəkindən daha məqsədə uyğun olacaq. Ehtiyacı olanlara kömək etmək və yeni nüfuzlu müttəfiqlər tapmaq imkanınız olacaq. Xərçəng. Sizin birbaşa və açıq danışığınız hər kəsin xoşuna gəlməsə də sonda üstünlüyə çevriləcək. Bütün problemləri tez bir zamanda həll edə biləcəksiniz. Ən az gözlədiyiniz insanlardan yardım alacaqsınız. Enerjiniz və iddialarınız sizə uğur gətirəcək və rəhbərliyin gözündə müsbət təəssürat yaradacaq. Əgər vaxtı boşuna itirməsəniz, gələcək üçün etibarlı zəmin yarada biləcəksiniz. Günün sonunda bir çox xərçənglər daha emosional və sentimental olacaq. Axşam etibar etdiyiniz insanlarla səmimi söhbət etməniz yaxşı təsir göstərəcək. Gərgin gündür, xüsusən də birinci yarı. Tezliklə işinizdə sizə faydalı olacaq və karyera yüksəlişinizə müsbət təsir edəcək bir şey öyrənə biləcəksiniz. Bir çox xərçənglər sərfəli müqavilələr bağlaya və perspektivli əlaqələr qura biləcəklər. Səfərlər yaxşı keçəcək, xüsusən də uzun və uzaq səfərlər. Xoş xəbərlər almağınız mümkündür. Axşama doğru yorğunluq yığılacaq. Məişət problemləri sizə özünü xatırladacaq. Bununla belə, bütün çətinliklərlə tək başına məşğul olmaq lazım deyil. Əgər siz onlardan xahiş etsəniz, ailə üzvləriniz sizə kömək edəcəklər. Gününüz xoş keçsin. Düzdür, ciddi işə başlamaq üçün o qədər də uyğun deyil, ancaq bütün ev işlərinin öhdəsindən uğurla gələcəksiniz. Yaxınlarınız sizə kömək etməkdən məmnun olacaqlar. Bir çox xərçənglər yaşlı qohumlardan faydalı məsləhətlər alacaqlar ki, bu da tezliklə işə yarayacaq. Son zamanlar fikir ayrılığı yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Ətrafınızda gözəllik və rahatlıq yaratmaq üçün əlverişli zamandır. Günorta alış-veriş etmək, dostlarla görüşmək və ya romantik görüş keçirmək üçün idealdır. Çətinlikləri olmasa da yaxşı gündür. Bir çox xərçənglər ünsiyyətdə xüsusilə dürüst və sadə olacaqlar ki, bu da hər hansı anlaşılmazlıqların qarşısını almağa kömək edəcək və bir çox mübahisəli məsələləri müzakirə etmək imkanı verəcəkdir. Hər kəsə uyğun həllər təklif etmək mümkün olacaq. Əgər pozulmuş münasibətləri düzəltmək üçün fürsət yaranarsa, bundan istifadə edin, peşman olmayacaqsınız. Günün sonunda biraz həssas ola bilərsiniz. Hər şeyi çox ciddi qəbul etməyin. Çox vaxt məyusluq və narazılıq üçün əsl səbəb olmayacaq. Olduqca gərgin gündür. Səhər saatlarında diqqətinizi cəmləmək çətin ola bilər. Bir çox xərçənglər başqaları ilə ortaq məxrəcə gələ bilməyəcək. Heç kim güzəştə getmək istəməyəcək. Bu səbəbdən yeni layihələrə başlamaq üçün əlverişli zaman deyil. Daha yaxşısı, əvvəl başladığınız işləri tamamlayın və sənədlərinizi qaydaya salın. Axşam saatlarında ev işləri və ailə məsələləri ilə məşğul olmaq lazım gələcək.
Xırda fikir ayrılıqları mümkündür, lakin istəsəniz münaqişələrin qarşısını vaxtında ala bilərsiniz. Demək olar ki, bütün gün yaxşı keçəcək. Əksər xərçənglər qeyri-adi dərəcədə mehriban və dərrakəli olacaqlar, buna görə də hər kəslə asanlıqla ümumi dil tapacaqlar. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Biz hər şeyi qarşılıqlı fayda və zövqümüzə razılaşdıra biləcəyik. Danışıqlar aparmaq, sponsorlar cəlb etmək və faydalı əlaqələr qurmaq üçün doğru zamandır. Qarşınızda əlverişli imkanlar açılacaq, bundan yararlanmaq vacibdir. Lakin axşam bir qədər gərgin keçəcək, ona görə də yaxınlarınızla münaqişələrdən qaçınmalısınız. Şiir. Çətin vəziyyətlərdə intuisiya sizə düzgün çıxış yolunu göstərəcək. Həmkarlarla birgə fəaliyyət çox məhsuldar olacaq. Hətta əvvəllər sizə qarşı soyuq münasibət göstərənləri də tərəfinizə çəkməyi bacaracaqsınız. Müttəfiqlərin dəstəyi vaxtında gələcək. Ofis üçün texnika almaq və iş şəraitini yaxşılaşdırmaq baxımından uğurlu gündür. Maliyyə baxımından da xoş sürprizlər mümkündür. Bəzi şirlərdə sevdikləri insanla kiçik anlaşılmazlıqlar ola bilər. Lakin xoşniyyətli münasibət və bir-birini başa düşmək arzusu sayəsində tezliklə barışacaqsınız. Ziddiyyətli gündür. Səhər düşüncələrinizi toplamaq və müsbət əhval-ruhiyyəyə girmək çətin olacaq. Rəhbərlərlə ünsiyyətdə xırda çətinliklər yarana bilər, ona görə də şirlərin əksəriyyəti rəhbərlik tərəfindən görünməkdən çəkinməlidir. Səbirli olun, xırda şeylərlə diqqətinizi yayındırmayın, o zaman bütün problemləri uğurla həll edəcəksiniz. Günün ikinci yarısında özünüzü toparlaya biləcəksiniz. Siz mürəkkəb və qeyri-müəyyən məsələləri başa düşə biləcəksiniz. Başqalarını başa düşmək asanlaşacaq, buna görə də onların köməyinə və dəstəyinə arxalana biləcəksiniz. Olduqca gözəl bir gündür. Bütün ideyalarınız həyata keçirilməyəcək, lakin bu ən yaxşısı olacaq. Səhər tezdən iri miqyaslı layihələrə başlamağa dəyməz. Ev işləri ilə məşğul olmaq və ailənin ən yaşlı və ya kiçik üzvlərinə diqqət yetirmək daha vacibdir. Bir çox şirlər uzun müddətdir məşğul olmadıqları sevimli hobbi ilə məşğul olmaqdan faydalanacaqlar. Darıxdığınız insanlarla yenidən ünsiyyət qurmaq üçün yaxşı zamandır. Vəziyyətlər elə inkişaf edəcək ki, yenidən ünsiyyət qurmaq, ortaq dil tapmaq və keçmiş şikayətlərinizi düzəltmək imkanınız olacaq. Gününüz xoş keçsin. Bütün səylərinizdə şanslı olacaqsınız, buna görə də uzun müddətdir təxirə saldığınız şeylərə indi başlamaq vaxtıdır. Yeni və tanış olmayan mövzuları tez başa düşə biləcəksiniz. Görülən səylər istədiyiniz nəticəni verəcəkdir. Bir çox kişiləri maraqlı səfərlər, canlı təəssüratlar və müsbət emosiyalar gözləyir. Ev işləri diqqətinizi tələb edəcək, lakin çox yorucu olmayacaq. Karyeranıza müsbət təsir edəcək və ya biznesinizi inkişaf etdirməyə kömək edəcək faydalı insanlarla tanış olmaq imkanınız yaranacaq. İlham verici gündür. Günün əvvəlindən başlayaraq yaradıcı ideyalarınız çox olacaq və bu da bir çox çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. İntuisiyanıza qulaq asın, sizi doğru yola yönəldəcək. Bir çox şirbürcü nümayəndəsi faydalı insanlarla tanış olacaq və köhnə əlaqələri bərpa edəcək. Başqalarının hisslərinə qarşı həssaslıq sizə əlavə üstünlüklər qazandıracaq. Yaradıcılıq qabiliyyətləriniz ortaya çıxacaq. Özünüzü yeni bir sahədə sınamaq üçün əla vaxtdır. İlk uğurlar çox gözlətməyəcək. Qeyri-müəyyən bir gündür, amma daha çox yaxşılıq olacaq. Səhər bir çox şirlər xoşagəlməz hallarla üzləşməli olacaqlar. Bununla belə, çevik və yaradıcı olsanız, hər şeyi idarə etmək olar. Başqaları ilə dinc münasibətlər saxlamaq çətin olacaq. Mübahisələr çox güman ki, eyni məsələ ilə bağlı fərqli nöqteyi nəzərdən qaynaqlanır. Hər vəziyyətdə öz yolunuzda israr etməyə çalışmamalısınız, bəzən biraz təslim olmaq daha ağıllı olar. Bir az sonra özünüzü idarə edə və əməkdaşlığa hazırlaşacaqsınız. Uğurlu danışıqlar aparmaq mümkün olacaq. Qarşınızda əlverişli perspektivlər açılacaq, onları əldən verməyəcəksiniz. Qız. Sakit qalmaq çətin olacaq, amma buna çalışmaq lazımdır. Kiçik xoşagəlməz hallar əsəbləşdirə bilər.
Mühüm və məsuliyyətli işlərə başlamaq məsləhət deyil, bugünü mövcud işlərin davamına və səhvlərin düzəldilməsinə həsr etmək daha faydalıdır. Müqavilələr bağlamaq üçün əlverişli gün deyil. Şübhə etdiyiniz hallarda böyüklərin məsləhətini almağınız faydalı olacaq. Daha sonra müsbət tendensiyaların təsiri güclənəcək. Bir çox qızlar özlərini toparlayacaq. Axşam qonaq qəbul etmək, dostlarla görüşmək və ya mədəni tədbirlərə qatılmaq üçün münasibdir. Pis gün deyil. Ancaq səhər çox sadə olmayacaq. Biraz ehtiyatsız, tələsik qərarlara və kiçik səhv hesablamalara meyilli olacaqsınız. Tələsik vədlər verməməlisiniz, onları həmişə yerinə yetirə bilməyəcəksiniz və məsuliyyətsiz bir insan kimi tanınmaq riskiniz var. Bir çox qız kənardan kömək almadan öhdəsindən gələ biləcəkləri tanış işlərə cəmləşməlidir. Bir az sonra müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Uzun müddət həll etməyə cəsarət etmədiyiniz məsələlərin öhdəsindən gələ biləcəksiniz. Axşam dostlar və qohumlarla görüş üçün əlverişlidir. Olduqca sıx bir gündür. Kiçik şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaqsınız. Ətrafınızdakıların çatışmazlıqları sizi həmişəkindən daha çox qıcıqlandıracaq. Çətin ki, yaxınlarınızla münaqişələrdən qaça biləsiniz. Bununla belə istəsəniz, tolerantlıq nümayiş etdirsəniz, zədələnmiş münasibətləri tez bir zamanda bərpa edə bilərsiniz. Çölə çıxmaq və böyük qrupları ziyarət etmək üçün əlverişli vaxt deyil. Özünüzü nizama salmaq və dinclik tapmaq üçün axşamı sakit bir mühitdə keçirmək ən yaxşısıdır. Olduqca yaxşı gündür. Səhər saatlarında güc artımı və emosional yüksəliş hiss edəcəksiniz. Əksər qızlar bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələ biləcəklər. Köhnə hobbiyə vaxt ayırmaq və ya yeni və maraqlı bir şey sınamaq imkanı olacaq. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu son dərəcə müsbət nəticələnəcək. Yaşlı qohumların məsləhətlərinə laqeyd yanaşmayın, onlar sizə faydalı və perspektivli fikirlər verəcəklər. Günün ikinci yarısı mühüm məsələləri müzakirə etmək və ümumi işgüzar maraqlarınız olan insanlarla görüşmək üçün əlverişlidir. Olduqca uğurlu gündür. Səhər saatlarında bəzi qız bürcü nümayəndələri həmkarları ilə münaqişədən qaça bilməyəcək, lakin bu qarşıdurmalar ciddi nəticələrə səbəb olmayacaq. Yaxınlarınızın problemlərinə vaxt ayırmalı olacaqsınız, lakin səbir və soyuqqanlılıq hər şeyin öhdəsindən gəlməyə imkan verəcək. Günün ikinci yarısında digər insanların motivlərini anlamaq daha asan olacaq. Bu isə danışıqları və müzakirələri uğurlu edəcək. Artan cazibədarlığınız diqqətdən yayınmayacaq. Olduqca əlverişli gündür. Düzdür, səhərlər çətin ki, bəzi təlaşdan qaça biləsiniz. Siz eyni anda bir neçə şey etməli olacaqsınız, amma bu işdə yaxşı olacaqsınız. Bir çox qızlar başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaqda həmişəkindən daha çətin olacaq, lakin təmkin və nəzakət fikir ayrılıqlarının öhdəsindən gəlməyə kömək edəcək. Günün ikinci yarısı yeni layihələrə başlamaq, perspektivli əlaqələr yaratmaq və inkişaf etdirmək üçün münasibdir. Yaradıcılıq qabiliyyətləriniz tam üzə çıxacaq və istənilən vəziyyətdən çıxış yolu tapmağa imkan verəcək. Tərəzi. Ünsiyyət, yeni tanışlıqlar qurmaq və mövcud münasibətləri gücləndirmək üçün əlverişli gündür. Xüsusən də həmkarlarla birgə fəaliyyət çox səmərəli olacaq. Siz bir-birinizi yarım sözdən anlayacaqsınız və nəticələr gözləntiləri aşacaq. Bir çox tərəzilər üçün gözlənilməz qazanc mümkündür. Günün ikinci yarısı uzun müddət danışılmayan problemlərin müzakirəsi üçün uyğundur. Siz emosiyalara qapılmadan düzgün sözləri taparaq fikirlərinizi ifadə edə biləcəksiniz. Nəticə sizi sevindirəcək. Bu gündən çox şey gözləməyin. Səhər kifayət qədər gərgin olacaq. Hər hansı bir məsələdə başqaları ilə fikir ayrılığı ola bilər. Bütün planlarınız gerçəkləşməyəcək. Bir çox tərəzi həmkarları və tərəfdaşları tərəfindən etibarsızlıqla qarşılaşacaq, bu da onların birgə işinin nəticələrinə ən yaxşı təsir göstərməyəcək. Mümkünsə iri miqyaslı layihələrə başlamaqdan və taleyüklü qərarlar qəbul etməkdən çəkinin. Yaxınlarınızın dəstəyi emosiyaların və məyusluğun öhdəsindən gəlməyə kömək edəcək. Köhnə dost və ya sevdiyiniz insanla səmimi söhbət axşamınızı yaxşı keçirməyə imkan verəcək. Qeyri-müəyyən bir gündür. Bir çox tərəzilər onları aldatmaq cəhdləri ilə qarşılaşacaqlar, ona görə də ehtiyatlı olmalı və diqqətli olmalıdırlar.
Gələcək üçün qlobal planlar haqqında düşünmək üçün ən yaxşı vaxt deyil. Kari işlərə diqqət yetirin, səliqə sahman edin, lazımsız şeylərdən xilas olun. Xərclərinizlə diqqətli olun, imkanınızdan daha çox xərcləmə riskiniz var. Günün ikinci yarısında yaxınlarınıza işlərində köməklik etməli olacaqsınız. Bu, gözlədiyinizdən daha çox səy tələb edəcək, lakin prosesdə bir çox vacib məsələləri müzakirə edə biləcəksiniz. Özünüzü əlində saxlaya bilsəniz, gün uğurlu olacaq. Səhər bir çox tərəzilər emosional yüksəliş hiss edəcəklər, ona görə də hər hansı bir çətinlik onlara heç nə kimi görünəcək. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız, lakin bu çox da ağır olmayacaq. Hətta səylərinizin nəticələrindən həzz alacaqsınız. Çoxdandır görmədiyiniz insanlarla gözlənilməz görüşlər mümkündür. Başqalarının çatışmazlıqlarını çox tənqid etməməlisiniz. Bu, yaxşı münasibətləri və evdə müsbət atmosferi qorumağa kömək edəcək. Qarşıda məhsuldar bir gün var, enerji və motivasiya artımı sizə böyük işlərin öhdəsindən gəlməyə imkan verəcək. Bir çox tərəzi bürcü nümayəndəsi rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və dəyərli ideyalar irəli sürəcək. Nüfuzunuzu artırmaq və həmkarların rəğbətini qazanmaq üçün əlverişli zamandır. Günortadan sonra emosional həssaslıq arta bilər. Tənqidlərə qarşı həssas olmayın, bu, soyuqqanlılığınızı və müsbət əhvalınızı qorumağa kömək edəcək. İntuisiyanız sizə düzgün yol göstərəcək. Əhəmiyyətli bir şeyi sonraya qoymayın. Günün ilk yarısı qeyri-adi dərəcədə əlverişli olacaq. Əksər tərəzilər çox böyük və çətin görünən işlərin öhdəsindən gələ biləcəklər. Faydalı insanlarla ünsiyyət qurmaq üçün əla vaxtdır. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Yeni bir şey öyrənmək üçün əlverişli zamandır, əldə etdiyiniz biliklər yaddaşınızda uzun müddət qalacaq. Günün sonuna qədər biraz əsəbi və həssas olacaqsınız. Kiçik şeylərə hədsiz əhəmiyyət verməməlisiniz, beləliklə ətrafınızda dinc münasibət və mehriban atmosferi qoruyacaqsınız. Əqrəb. Səhərdən planlaşdırdıqlarınıza başlayın. Qarşıya çıxan çətinlikləri tez həll edə biləcəksiniz. Özünüzü inkişaf etdirmək, yeni biliklər və bacarıqlar qazanmaq üçün uğurlu gündür. Bugün etdiyiniz alış-verişlər uzun müddət faydalı olacaq. Bəzi əqrəblər çoxdan gözlədikləri xoş xəbəri alacaqlar. Axşam yaxın insanlarla anlaşmaq çətin ola bilər. Amma bir-birinizi eşitmək istəsəniz, bütün ziddiyyətləri həll edə biləcəksiniz. Yalnız öz mövqeyinizi müdafiə etməkdə israr etməyin, unutmayın ki, siz də həmişə haqlı olmursunuz. Günün başlanğıcı qeyri-adi dərəcədə əlverişli olacaq. Sakit, balanslı və ağlabatan olacaqsınız, buna görə də başqalarının gücündən kənar problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox əqrəblər təcrübəli həmkarlarının və yaşlı qohumlarının məsləhətlərinə qulaq assalar yaxşı olar. Yeni perspektivli əlaqələr qurmaq, nüfuzlu insanlarda xoş təəssürat yaratmaq və onların dəstəyini qazanmaq imkanı yaranacaq. Axşam yaxınlaşdıqca impulsivliyiniz artacaq və bu, həmişə uyğun olmaya bilər. Buna görə də bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Ən asan gün deyil. Səhər sakit ev işləri üçün əlverişlidir. Gərəksiz şeyləri çıxarmaq və atmaq üçün yaxşı vaxtdır. Uşaqlarla səmimi söhbət etmək, qarşılıqlı inamı gücləndirmək imkanınız olacaq. Bir çox əqrəblər bütün mümkün incəliyi nümayiş etdirməli olacaqlar. Axşam yaşlı qohumları ziyarət etmək üçün yaxşı vaxtdır, xüsusən də bir-birinizi uzun müddət görmürsünüzsə. Kiçik bir ailə bayramı təşkil edə bilərsiniz, bu bütün iştirakçılara çox sevinc gətirəcəkdir. Olduqca sıx bir gündür, amma sevincsiz deyil. Sağlam düşüncəniz əsaslandırılmış qərarlar qəbul etməyə imkan verəcək. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Söhbət asan olmayacaq, amma nəticədə bir çox ziddiyyətləri aradan qaldıracaq və aranızda qarşılıqlı anlaşmanı gücləndirəcəksiniz. Axşam mehriban görüşlər və yeni tanışlıqlar üçün idealdır. Çox güman ki, gələcək həyatınızda mühüm rol oynayacaq insanlar sosial çevrənizdə peyda olacaqlar. Uzun müddətdir kiməsə aşiqsinizsə, o insana yaxınlaşmaq üçün bir fürsət yaranacaq. Olduqca əlverişli gündür. Qeyri-adi məsələlərin mahiyyətini anlamaq və faydalı məlumatlar əldə etmək mümkündür. İşinizdə dəyişikliklər etmək və təşəbbüslər irəli sürmək üçün uyğun zamandır.
Rəhbərlik bu təşəbbüsləri qiymətləndirəcək, bu da karyera yüksəlişi üçün imkanlar yaradacaq. Bir çox əqrəb yaxşı xəbərlər ala bilər. Axşam saatlarında ailə məsələlərinə vaxt ayırmalı olacaqsınız, lakin bu sizi yormayacaq. Ortaq maraqlarınız olan insanlarla görüşmək faydalı ola bilər. Səhər çətin olsa da pis gün deyil. Ətrafınızdakiları tez başa düşmək həmişə mümkün olmayacaq və bu sizin günahınız olmayacaq. Ətrafınızdakı vəziyyət bir qədər gərgin olacaq, ona görə də səbirli olmaq və özünü idarə etmək vacibdir. Əksər əqrəblər üçün bu çətin olmayacaq. Lakin günün başlanğıcı digər insanların cəlb olunmasını tələb edən iş üçün çox uyğun deyil. Ehtiraslar tədricən azalacaq. Bütün ziddiyyətləri yumşaltmaq və hər şeyi razılaşdırmaq mümkün olacaq. Siz təsir edici nəticələr əldə edəcək və gələcək uğur üçün yaxşı zəmin yaradacaqsınız. Ox atan. Səhər mühüm qərarlar qəbul etməyin. Sizə vəziyyəti düzgün dəyərləndirmək çətin olacaq. Bütün addımlar nəticə verməsə də çalışmaq vacibdir. Bəzi işlər ilk cəhddə uğur gətirməsə də bu prosesdə yeni bacarıqlar öyrənəcək və gələcəkdə onların faydasını görəcəksiniz. Günün ikinci yarısında sakit və soyuqqanlı olacaqsınız. Bu isə yığılıb qalan işlərin öhdəsindən gəlməyinizə kömək edəcək. Ailəli ox atanlar yaxınları ilə problemləri müzakirə etsələr, onların dəstəyindən güc alacaqlar. İlk cəhddə hər şey nəticə verməyəcək. Səhər uğursuzluqlar çox güman ki, öz ehtiyatsızlığınızdan qaynaqlanır. Bir çox ox atanlar öz güclərini həddən artıq qiymətləndirməyə meyilli olacaqlar və bu ən yaxşı nəticələrə gətirib çıxarmayacaq. Əlavə iş yükü götürməməlisiniz, həmişə bunun öhdəsindən gələ bilməyəcəksiniz. Böyük layihələrə başlamaq üçün əlverişsiz zamandır. Günün ikinci yarısında mühüm və xoş xəbərlər almağınız ehtimalı var. Yaşlı dostunuz və ya təcrübəli həmkarınızın məsləhəti bəzi ciddi məsələləri həll etməyə kömək edə bilər. Axşam yaxınlarınızla ciddi mövzuların müzakirəsi üçün münasibdir. Pis gün deyil. Artan iş yükünü götürməyə ehtiyac yoxdur, sadəcə olaraq planlaşdırılan ev işləri ilə məşğul olmaq kifayət edəcək. Bir çox ox atan sevdikləri ilə ürəkdən söhbət etməkdən faydalanacaq və uzun müddətdir davam edən bəzi ziddiyyətləri həll edə və əlaqələri möhkəmləndirə biləcəklər. Gələcək planları müzakirə etmək üçün yaxşı vaxtdır. Günün ikinci yarısı aktiv ünsiyyət, mehriban görüşlər, məclislərdə iştirak üçün əlverişlidir. Siz asanlıqla gözəl təəssürat yaradacaq və çoxlu maraqlı tanışlıqlar edə biləcəksiniz. Gününüz xoş keçsin. Siz güc və enerji ilə dolu olacaqsınız, ona görə də heç bir çətinlik sizi çaşdırmayacaq. Gələcəklə bağlı planlar qurmaq və onları yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Birlikdə siz ən maraqlı variantları ortaya çıxara və mümkün problemləri həll etmək üçün bir çox yol təqdim edə biləcəksiniz. İndi sizə çox çətin görünən işləri görməyə başlamağın vaxtıdır. Ox atanların çoxu qeyri-adi məsələləri belə asanlıqla başa düşəcək və yaxın dostların dəstəyi və məsləhətləri çox faydalı olacaq. Gün qeyri-müəyyənliklə müşayiət olunacaq. Səhər bir qədər əsəbi olacağınız üçün diqqətinizi toplamaq çətin olacaq. Bu səbəbdən ox atanlar daha çox tək başına yerinə yetirilən işlərlə məşğul olmalıdırlar. Ünsiyyəti məhdudlaşdırmaq faydalıdır, çünki hətta etibarlı insanlar belə sizi bugün tam başa düşməyə bilər. Axşama doğru əhvalınız stabilləşəcək və başladığınız işləri uğurla başa çatdıracaqsınız. Təcrübəli insanlardan alacağınız məsləhətlər çox faydalı olacaq. Bir çox cəhətdən şanslı olacaqsınız. Siz ilk növbədə soyuqqanlılığınız və cazibədarlığınız sayəsində bir çox məsələləri həll edə biləcəksiniz. Bəzi ox atanlar həmkarları və rəhbərliyin gözündə nüfuzlarını nəzərə çarpacaq dərəcədə artıracaqlar. Özünə inan başqalarının çətin hesab etdiyi işlərin öhdəsindən gəlməyə imkan verəcək. Karyerada yüksəliş şansınız əhəmiyyətli dərəcədə artacaq. Mühüm danışıqlar və məsuliyyətli çıxışlar üçün gözəl gündür. Siz inandırıcı olacaqsınız, buna görə də məqsədlərinizə asanlıqla nail olacaqsınız. Oğlaq. Mümkün qədər mühüm işləri təxirə salın. Bugün düzgün qərar vermək və çətin məsələləri həll etmək asan olmayacaq. Bütün planlarınızı həyata keçirmək mümkün deyil. Gözlənilməz problemlər ortaya çıxa bilər.
Lakin inad və qətiyyət sayəsində təxirə salınmaz işlərin öhdəsindən gələcəksiniz. Bir çox oğlaqlar xüsusi cazibədarlığa sahib olacaqlar. Bu səbəbdən axşam böyük məclislərə qatılmaq və ya insanların çox olduğu yerlərə çıxmaq üçün münasibdir. Maraqlı insanlarla tanış ola bilərsiniz və bu tanışlıqlar uzun müddətli dostluq və ya güclü əməkdaşlığa çevrilə bilər. Qarşıda yaxşı gününüz var, çox müxtəlif insanlarla çox ünsiyyət qurmalı olacaqsınız və hər kəsə asanlıqla yanaşma tapacaqsınız. Bəzi rəqiblərinizi müttəfiqlərinizə çevirmək imkanı olacaq. Bir çox oğlaqlar təcrübəli həmkarından dəyərli məsləhətlər alacaq və dərhal istifadəyə verəcəklər. Siz şübhəsiz ki, dəyərli üstünlüyə çevriləcək və rəqiblərinizi qabaqlamağa imkan verəcək vacib məlumatları öyrənəcəksiniz. Bir-birinizi daha tez başa düşməyiniz üçün vacib mövzuları qeyri-rəsmi şəraitdə müzakirə etmək daha yaxşıdır. Çətin vəziyyətlərdə intuisiyanın işarələrinə diqqət yetirin. Günün başlanğıcı uğurlu olacaq. Bütün planlaşdırılan işlərin öhdəsindən tez gələcəksiniz, hətta yaxınlarınıza kömək etməyə vaxtınız olacaq. Bəzi oğlaqlar uzun müddətdir etmək istədikləri, lakin özlərini buna məcbur edə bilmədikləri bir şey etməyə çalışacaqlar. Nəticədə yeni maraqlı hobbinin ortaya çıxması tamamilə mümkündür. Mübahisəli məsələləri müzakirə etmək və münasibətlərdə yığılmış narazılıqla məşğul olmaq üçün əlverişli zamandır. Tez bir zamanda ümumi dil tapa və hər şeyi qarşılıqlı məmnuniyyətlə razılaşdıra biləcəksiniz. Günün sonunda yorğunluq yığılacaq və əhvalınız aşağı düşəcək. Odur ki, axşama ciddi məsələlər və ya vacib görüşlər planlaşdırmayın. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. Adətən mübahisə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Bir çox oğlaqlar çoxdankı düşmənlərlə barışacaqlar. Bəzi keçmiş düşmənlərin müttəfiqlərinizə qoşulması mümkündür. Daim sonraya təxirə saldığınız məsələləri həll etmək üçün əlverişli zamandır. Axşam saatlarında hisslərinizin öhdəsindən gələ bilməyəcəyiniz ehtimalı azdır. Bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Sevdiyiniz insanla səmimi söhbət sizə müsbət əhval-ruhiyyə qazandırmağa kömək edəcək. Bugün çox yüksək gözləntiləriniz olmasın. Vəziyyətlər sizin xeyrinizə inkişaf etməyə bilər. Köhnə tərəfdaşlar vədlərinə əməl etməyə bilər və kiçik fikir ayrılıqları da mümkündür. Bir çox oğlaq bürcü nümayəndəsi inadkarlıq göstərəcək ki, bu da münasibətləri korlaya bilər. Yeni layihələrə başlamaq və taleyüklü qərarlar qəbul etmək üçün uyğun zaman deyil. Yaxınlarınızla sakit və təmkinli ünsiyyət qurmaq mübahisələrdən qaçmağınıza kömək edəcək. Pis gün deyil. Ancaq səhər çox sadə olmayacaq. Xırda anlaşılmazlıqlara yersiz əhəmiyyət verməyə və əsas olanları görməməyə meyilli olacaqsınız. Əksər oğlaqlar özlərinin öhdəsindən gələ biləcəkləri tanış işlərdən başlamalıdırlar. Bu, tədricən iş ritminə daxil olmağa və emosiyaların öhdəsindən gəlməyə kömək edəcək. Tezliklə müsbət tendensiyaların hakim olduğunu görəcəksiniz.